Niyə görə bizim gənclərimiz öz qəhrəmanlarımızı yox, digər qəhrəmanları özlərinə kumir seçirlər? Psixologiyada bir effekt var. Anchoring effekti. Azərbaycan dilində tərcümə olunur lövbərləmə. Bu nə deməkdir? Bu marketinqdə istifadə olunur, şəxsi münasibətlərdə istifadə olunur, adi həyatda. Lövbərləmə yəni bağlama, bağlama. Bu nədir? İnsan özünü kiməsə bağlayır. Misal üçün, marketinqdə deyirlər ki, bu suyun qiyməti bir ay müddətində 10 manatdan misal üçün 8 manata düşəcək. Amma bir ay müddətində. O bir aya deyirlər anchoring. Və bu suyun satışı o bir ay məhdudiyyətinə görə çoxalır. Və yaxud mən gəlirəm, sizə deyirəm ki, bir xeyriyyə işi var. Siz ora 100 manat pul verə bilərsiniz. Bu 100 manata deyirlər ankor. Bu lövbərdir. Yəni artıq diktə kimidir. Bəli. Onu deməli məcbur edirəm, yönəldirəm, manipulyasiyadır. Manipulyasiya. İndi bunun digər yerlərdə də bu ankoringin təsiri var. Nədir bu? İnsan özünü çox tanınmış, güclü bir insana bağlayır. Məsələn, adam deyir ki, mənim dayım filan yerdə işləyir, amma özünün heç bir bacarığı yoxdur. Dostlar, biz milli xüsusiyyətimiz imiş ki, ankoring. Bizdə belə şey yoxdur. Bəli, ankoring. Mənim dayım, mənim əmim filan, mənim atam filan deməli şəhərdə, filan rayonda baş həkim işləyir. Mənim ulu babam bəy olub. Bəy olub. Baba, buna çox rast gəlirik də. Biz bəy nəsliyik. Buna deyirlər ankoring, bağlamaq istəyir. İndi sual, insan özünü kimə bağlamaq istəyir? Güclülərə. Heç kim özünü zəifə bağlamaq istəmir. Bizim yeniyetmələrimiz, gənclərimiz özünü kimə bağlamaq istəyirlər? Ankoring. Güclülərə, dünyada tanınmış güclülərə. Biz istəsək ki, bizim gənclərimiz öz qəhrəmanlarına özlərini ankoring etsinlər. Onda öz qəhrəmanlarımız dünyada çox güclü tanınmış olmalıdırlar. Yəni, iqtisadiyyatımız inkişaf eləməlidir, güclənməliyik ki, özümüzü dünyaya çıxarda bilək.